Ya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Sabah Bakı və Abşeron yarımadasında iyunun 12-sində hava şəraitin əsasən yağmursuz keçəcəyi gözlənilir. Yeni Sabah az xəbər verir ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.